Bayramov İlham Eviloğlu, Göyçay şəhərində yaşayıram. 2024-də Dost Mərkəzi xətti ilə məni işə qəbul elədilər. Mən il yarım işləyəndən sonra Salahov Murtuz məni işdən çıxartdı. Nə qədər müraciət elədi, aralara getdim, götürmədi, işə qəbul eləmədi. Dedi ki, iş yerimiz yoxdur. Mən 8 aydır, 9 aydır bekaram, işləmirəm. Heç arada gəlirim yoxdur. Heç bir yerdə pensiya almıram, maaş almıram. Mənə qonşular, qardaşım, dostum köməklə edir. 1 manat, 2 manat pul verirlər, çörək alıram, quru çörəklə dolanıram. Göyçayda iş yeri var. Amma Murtuz Salahov qəbul eləmir. Göyçay bərbad haldadır. Göyçay ondan sonra itib batır zibil əlindən. Göyçayda iş çoxdur, amma Murtuz Salahov məni qəbul eləmir. İdarəsində yüzlərlə işçi var. O yüzlərlə işçini işə çıxanda 10 nəfər, 15 nəfər. Bu yaxında Dost Mərkəzindən yoxlama gəlmişdi. Murtuz Salahov Səhlənkarı ucbatından bir neçəsinin işdən azad olundu. Murtuz Salahov heç bir dənə işçiyə söz deyə bilmir. Murtuz Salahov Göyçayda reys etdi da. Murtuz Salahov Göyçayda reys etdi. O heç kimdə eşitmir, heç kimdə qəbul eləmir. İstədiyi kimi hərəkət edir, ondan sonra istədiyi kimi də oturub durur. Nə vaxt yanına gelsən, iş yox, iş yox. Məndən də pul istədi, mən vermədiyimə görə məni işdən azad elədi. Mən Respublika prokurorundan, cənab prezidentdən xahiş edirəm ki, Murtuz Salahovun işlərini araşdırıb, barəsində tədbirlər görülsün. Və mənim işlə təmin olunmağıma köməklik göstərsin də sizdən mən xahiş edirəm.